Yenə sağlamlıqdan danışmaq istəyirəm. Mövzumuz isə qeyri-adidir. Sağlam olmaq üçün nə etmək lazımdır? Bu yaxınlarda mənim diş həkimim var. Bax bu gördüyünüz o dişləri Yaşar doktor o təmir eləyib. Elə bir şənlik məclisində oturmuş söhbət edəndə dedim ki, bəs nəsə bir narahatçılığım vardı. Dedim bax bu problemlərim var. Dedi ki, gələ xəstələrdə belə olur, belə xəstə. Mən belə durdum dedim ki, doktor, mən xəstə deyiləm axı. Dedi, yox, xəstələrdə belə olur. Dedim, mən xəstə deyiləm. Mən dişimi üzərinə müasir dilə bilmirəm. Nə deyirlər? Qapaq qoyurlar. Keçmişdə qapaq deyirlər. İndi müasir qapaqlar deyirlər. Zirkon deyirlər, nə deyirlər? Deyirəm, mən onu estetika üçün gəlməm. Mən xəstə deyiləm. Bir növ doktor başa düşdü. Dedi, yox, xəstə demirəm. Əslində qalanda insan sözlə xəstə olur. Bizdə müasir dövrdə dəb düşüb. Xəstələnmək sanki bir dəb sayılır və hamı istəyir ki, xəstələndə buna hamı qulluq eləsin, yardım eləsin, ya bunun əsəblərinə toxunmasın. Xəstə sözünü demək olmaz adama. Hətta xəstə adamlar belə özünə xəstə deməməlidir. İnsanın qulağı eşidir dediklərini, hətta başqalarının dediklərini belə.